Salam, növbəti videoda hər birinizi salamlayıram. Bu videoda da gördüyünüz kimi mövzumuz faiz mövzusundandır. Faiz mövzusunda bu tip suallar tez-tez qabağımıza çıxır. Bu tip suallar üçün standart həll yolu var, rahat həll yolu var. O yolu sizin üçün başa salacağım. O üsul sayəsində bu sualları rahatlıqla həll edə biləcəksiniz. Sualımıza baxaq. Ədəd 30% azaldı, daha sonra 40% artdı. Ədəd necə dəyişdi? Ədədimizi həmişə 100 götürürük. Vururuq. 30% azaldı. 30% azaldıqda neçə olur? 70. 100% şəklində. Daha sonra 40% arttı. 100% 40% arttıqda olur 140. Sarı yaparsaq cevabımız edər 98. 100-dən 98 gəldi. Yenədir 2% azaldı. İkinci sualımıza baxaq. Ədəd ilk öncə 20% artdı, daha sonra 20% azaldı. Ədəd necə dəyişdi? Ədədimizi yenə 100% götürürük, 20% artıq 120-də. Yazırıq. Sonra 20% azaldı, olur 80. Cevabımız bu. Sonra apardıq, cevabımız 90. Yenə də 100-dən 96-ya gəldi, 4% azaldı.